1 oktyabr 2001-ci ildə Tovuz rayon Çeşməli kəndində dünyaya göz açıb. Hüseynov Eşqin Cəmiloğlu. Elə o vaxtlardan da ailəsi ilə birlikdə rayonun Honamlar kəndində məskunlaşıblar. 2008-2019-cu illərdə Habil Cəfərov adına Honamlar kənd tam orta məktəbində əla qiymətlərlə təhsil almışdı. Həmin ilin oktyabr ayında Tovuz rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb. Hərbi xidmətini xüsusi təyinatlı qüvvələrinin sıralarında özünə məxsusluğu ilə keçirir. Hərbi xidmət dövrü 2-ci Qarabağ müharibəsinə düşdüyündən digər hərbiçi yoldaşları kimi ön cəbhədə, ön sıralarda qəhrəmancasına döyüşüb Eşqin. Xidmətdə fərqlənməyə görə Vətən müharibəsi iştirakçısı, Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunur. Hərbi sirlərini daha dərindən mənimsəmək üçün 2021-ci il yanvar ayında xüsusi təyinatlı qüvvələrinin xüsusi xidmət kurslarına yazılır. Azərbaycan və Türkiyə arasında keçirilən hərbi taktiki döyüş təlimlərində başarı ilə iştirak etdiyinə görə ülkəm, bayrağım, onurum xüsusi nişanı ilə də təltif olunur. 2021-ci ilin may ayında kursunu layiqincə başa vuraraq xüsusi təyinatlı qüvvələrinin sıralarında xidmətə başlayır. Xidməti dövründə dəfələrlə hərbi əməliyyatlarda iştirak edir və 2022-ci il sentyabr ayında Ali Baş Komandanın əmri ilə keçirilən iri miqyaslı hərbi antiterror əməliyyatında ön sıralarda döyüşüb. Atasının şərəfli yolunu davam etdirmək, şəhid əmisi Cəmaləddin Hüseynovun qisasını almaq üçün işğaldan azad olunan ərazilərdə qəhrəmanlıq və şücaət göstərərək şəhadətinə qədər nümunəvi xidmət yolu keçmişdi. 5 Mart 2023-cü il səhər saatlarında Şuşa Tursu ərazisində erməni təxribatçılarının açdığı atəş nəticəsində aldığı mərmi yaralarından şəhid olmuşdu. Dünən gecə düşmən növbəti dəfə atəşkəsi pozub. Silahlı qüvvələrimizin əks hücumu nəticəsində bir neçə ərazi işğaldan azad edilib. Şəhidlərimiz var. Biz də şəhid. 7 hərbi sürüyor. Ben hərbidə işləmişəm. Hərbinin pensiyası almışam, onları böyütmüşəm. Sözü də vicdandan, namuslu, qeyrətli. Vətəni qorumaq özünün də ən çox arzularından biri. Bana dərdi, ağır dərdi. Allah hükmünü göstərməsin. Bir oğlum şəhid olubdur, gül kimi açıb solubdur. Oğlum tezlik gəlmədən, Allah mənə zəhmənlər qoyur. Qoyana vətən sağ olsun, əlbəşt bir dağ olsun. Ağlama ey əziz ata, uca tut başını. Qəhrəmandır elim mənim, silər göz yaşını, gəldi getdi çatmır əl balana.
yolunda, vətən yolunda, övlad adında canlarından keçiblər. Şəhidlər bir dəfə səbr edib, Allah yolunda, din yolunda, vətən yolunda canların qurban veriblərsə, şəhid ataları isə bir ömür yaşayıb, hər gün səbr edib və hər gün o vətən yolunda verdiyi övlad adında canların yad eləyib, səbr edirlər və bununla iftixar duyurlar. Dağ misli malik oldun səbrə, malik oldun səbrə. Əli üstü mehriban oğlundan, onu qoydun qəbrə. Ağlama ey əziz ata, uca tut başını, qəhrəmandır elim mənim. Çattığı ocağı, odun ertisi, keçmi. Ay ver mənə, Cənab leytinat, ay ver mənə, leytinat. Hoş müjdəli bir savaşa, vay ver mənə, leytinat. Ay ver mənə, Cənab leytinat, ay ver mənə, leytinat. Hoş müjdəli bir savaşta, ay ver mənə, leytinat. Ay ver mənə, Cənab leytinat. Şəhidimizin atası Cəmil Hüseyin, anası Elnarə Bayramova ailənin sonuncu övladı olmağına baxmayaraq həmişə özünün ağıllı hərəkətləri ilə sanki evin böyüyü kimi hamının məsləhətləri, dayaq nöqtəsi olmasından ürək dolusu, qəlb yanğısı ilə danışırlar. Eşkimdən son 5 ildir. Son 5 il olmağına baxmayaraq çox ağıllı, çox bilikli. Nə məsləhətimiz olanda ona gənəş ediyor. Deyirdim, sən mənim saçımda telimsən, saçım şumalıydı. Deyirdim ki, ayağına görüm saçımda hansı telim. Eşkim o qədər də bilmir, o qədər də şirin. Nəyim olan da ona gənəş edirdim. Böyük qardaş onlarına baxın. Deyirdim, ay eşkim, yol belədir, belədir. Deyirdim, ayağıma səbir ilə yaxşı olacaq, səbir ilə qoy. Qardaşına toy elədi. Gülür, zalifat verir, qolu boynuna sarıyır, deyir, bax, yadımda sarılan qızılların hamısını bana qalan. Deyirdi, birinci qardaşım, ikincisi. Vətən igidlərinlə eğilməz başım, müqəddəsdir oğluna torpağın daşın. Dillərdə dastan olmusan, ölməzliyə ucalmısan, Allaha əmanət ol şəhid qardaşım. Dillərdə dastan olmusan, ölməzliyə ucalmısan, Allaha əmanət ol şəhid qardaşım, şəhid qardaşım. Qardaşımın bir balası oldu, xəstə oldu. Ona məsləhət verirdim, deyirdim, ay eşkin qardaşım, bu uşaq xanım olacaq, deyir, dayanı səbirli, valla yaxşı olacaq. Balam o qədəmə şirin idi, o qədəmə güvənli. Balam həyat güvənli. Balam yarın çıxırmışdı, balam. Parmağın 3 görkəsiydi, deyir, sən 2 yox, 3 oldu. Deyirdim, əldə mal oğlu olardı, deyir, əl bizim hamımıza böyüdü. Əli də yanıb çıxıydı, bizi də yanıb çıxıydı. Ömrü yanıb çıxıydı. Ben şehit oldum.
neçə gün telefonlarda qaldı, gördüm, zəhlərdə qaldı. Mart ayının 5-i axşamı xabarı çıxdı.